Soğan dolması hazırlayırıq. Başlayaq. Soyduğumuz soğanları ortasından kəsəcəm. Bölmürük, sadəcə ortasından aşağıya doğru xət qoyuruq. Soğanları yumuşalana qədər qaynadacağıq. İndi dolmanın içliyini hazırlayırıq. 200-300 qram arası qıyma ət, 1 stəkan yumru düyü, xırda doğradığım soğan, yarım dəstə cəfəri, yarım çay qaşığı toz bibər, 1 çay qaşığı oregano, 1 xörək qaşığı sumaq, duz, çox az da zərdeçal əlavə edəcəm, hardasa yarım çay qaşığı. Biraz da nar şərab əlavə edirik, hardasa 2-3 yemək qaşığı, 1 yemək qaşığı da zeytun yağı. Üzərinə tomat və yaxud da ki, pomidor əlavə eləmək olar, amma çox az pomidor qaldığına görə yarım pomidor rəndələyəcəm. Qarışdıraq. Soğanlar pişdi və onun qabıqlarını ayırırıq biz. İndi başlayırıq içini doldurmağa. Qarışımdan qoyacağım içinə və başlayıram bükməyə. Ən son üzərinə tomat pastası, su və yağ qarışdırdığım sosu gəzdirəcəm. Üzərinə ıslatdığımız yağlı kağızı qoyuram və 180 dərəcədə yarım saat bişirəcəm. Pişdi, hazırdır. İndi servisə başlayırıq. Boş qaba qatıq əlavə edirik. Və pişmiş soğan dolmalarımızı qoyuruq üzərinə. Çox mükəmməl görünür. Dadına baxırıq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.